Əziz təbiət və təbabət insanlar, hər birinizi salamlayıram. Bu videoda vətənimizin faydalı bitkilərindən biri olan boyaq otunu tanıyacağıq. Bitkimizə boyaq otu deyilməsinin səbəbi köklərindən alizarin və parparin adlı boyaq rəng maddələrinin əldə olunmasıdır. Boyaq otu yarpaq kənarları dişli, sarmaşıq bir bitkidir. Elmi latın adı Rubia tinctorum. Tibbi dəyərlərinə baxsaq, beynəlxalq səviyyədə qorunan Mərkəzi Tibb Kitabxanasında hal-hazırda 1401 klinik və laborator araşdırmaları qeydə alınmışdır. Bu araşdırmaları nəzərə alaraq əsas faydalarını belə sıralaya bilərik. İlk olaraq böyrək və sidik kisəsi yollarındakı daşları yumşaldıcı, parçalayıcı, söküntüləri təmizləyici əsas təsirlərindən biridir. Bundan əlavə antimikrob, sidik yollarındakı infeksiyalara qarşı antispazmatik bir bitkidir. Öd və sidik yollarındakı spazmları azaldıcı, adət başladıcı, qan dövranını stimullaşdırıcı, ödem bədəndə su toplanmasına qarşı, bitkimizin köklərində alizarin və antrakinonlar olduğundan antioksidan və iltihab əleyhinə də təsirlər göstərir. Yeni klinik araşdırmalarda da boyaq otunun tip 2 diabetə qarşı faydalı olduğunu göstərən araşdırmalar Mərkəzi Tibb Kitabxanasında qeydə alınmışdır. Beləliklə, bitkimizi qəbul etdikdən sonra ilkin təsir formaları belədir. Sidiyə getmənin artması, sidik qovucu effekt yaradır bitkimiz. Sidiyin rəngində qırmızımtılı rəng dəyişimi alizarin boyaq maddəsinə görədir. Bu normaldır, narahatçılıq yaratmamalıdır. Bədəndə yüngül isinmə və rahatlama meydana gətirir. Qan dövranını rahatlaşdırıcı bir təsiri var bitkimizin. Daşların və çöküntülərin hərəkəti zamanı sidik yollarında ağrı və sancı hiss oluna bilər. Bu hallarda da ehtiyatlı olmaq lazımdır. Bitkimizi kimlər istifadə edə bilməz? Hamilə və süd verən analar, ağır böyrək çatışmamazlığı olanlar, mədə xorası və qastrit olanlar, böyrəklərində böyük daşlar olanlar, daş hərəkətə gələrək sidik kanalını tıxaya bilər. 12 yaşdan aşağı uşaqlar bu bitkinin istifadəsindən uzaq durmalıdırlar. Sonda bitkimizin istifadə qaydasını video açıqlamasında qeyd edirəm. Videolarımı faydalı görürsünüzsə bəyənməyi və paylaşmağı unutmayın. Çox sağ olun, Allah amanında.